Üçüncü sualda deməli bunu nə edə bilərik? 3x kvadratı çıx 4x-i yazıram, çıx 7x plus 3x kimi yazıram. Mənfi 4x-i mənfi 7x plus 3x kimi yazsaq, çıx 7. Bu da bərabərdir. Birinci ilk x-in bir qruplaşdırıram. Sonra son ikində 1. Buradan x-i çıxarsam 3x çıx 7. Üstə gəl digər ilə 3x çıx 7-dir. Buradan da 3x çıx 7-nə mürtəzə xaricdən çıxarsa olacaq x plus 1. Bu şəkildə. Bir də bunu vuruqlara ayırmanın digər üsuluna deyim sizə. Deməli, burada belə yaza bilərsiniz. Hansını nəyə vursaq 3x kvadrat eləyir. Yazıram 3x-i x-a vuranda. Məsələn, nəyə vursaq mənfi 7 eləyər. Mənfi 7-ni daha doğrusu mənfi 7-ni 1-ə vursaq. Burada çarpaz vururuq 3x. Bunu da çarpaz vuranda mənfi 7x. Cəm mənfi 4x eləyir. Deməli, şərtimiz ödəndi. Mənfi 4x-i verdi. Ona görə biz bunu bu şəkildə yaza bilərik. Bir saniyə, aha. Deməli, onda vuruqlarımızın biri olacaq. Olduğu kimi götürürük 3x çıx 7. Digəri də olacaq x plus 1. Bu şəkildə də yaza bilərik C bəndi. Baxıram 4-cü suala. 4-cü sualda 4a-nın kvadratı çıx 4b kvadrat çıx 4a plus 1-dir. Burada baxıram a kvadratı var, a var. Ona görə 4a kvadrat çıx 4a plus 1-i bir qruplaşdırarıq. Çıxılsın 4b kvadratı qalsın. Buradan da bu bizə verəcək 2a minus 1-in bağlanmış kvadratı çıx 4b kvadratı. Çıxılsın 4b kvadratı. Bu da bizə verir. A kvadrat çıx b kvadrata görə açsaq 2a çıx 1 çıx 2b, bir də 2a çıx 1 plus 2b-ni. Deməli olur A bəndi. Beşinci suala baxaq. Beşinci sualda da a üstə 4 üstə gəl a kvadrat üstə gəl 1-in vuruqlara ayırın deyir. Burada yazıram a-nın kvadratı üstə gəl 1-in bağlanmış kvadratı kimi yazsaq. Bu ifadəni açanda olur a üstə 4 üstə gəl 2a kvadratı üstə gəl 1 olur. Burada a kvadrat deməli bir minus a kvadratı yazaram ki minus a kvadrat şəklində yazsaq onda a üstə 4 plus a kvadrat üstə gəl 1 ifadəsi alınır. Bu da bərabərdir. A kvadrat üstə gəl 1 çıx a, bir də vurulsun a kvadrat üstə gəlinsin 1 plus a. Kvadratlar fərqinə görə açdıq. Bu da eləyir A bəndi. 8-ci suala baxaq. 8-ci sualda deyir ki, çoxədlini vuruqlara ayırın. Baxırıq bizdə A kvadratı var, BC hasili var, B kvadratı və C kvadratı var. Deməli, bu üçün bir qruplaşdırarıq. Bərabərdə yazıram. 49A kvadratı olduğu kimi qalsın. Bu mənfilər kvadratların qarşısındakı mənfini çıxarsam 9b kvadratı üstə gəl 4də 1c kvadratı çıxılsın 3bc. O da bərabərdir. 49a-nın kvadratı çıxılsın. Bu ifadə bizə verər 3b çıx 2də 1c-nin bağlanmış kvadratını verir. Bunu da kvadratlar fərqinə görə açsaq, yuxarıdan yazacaq. 7a çıxılsın 3b çıx 2də 1c, bir də vurulsun 7a üstə gəlinsin 3b çıx 2də 1c-yə. O da bərabər birinci ilə mörtəzəsi mənfiyə görə açsaq 7a çıx 3b üstə gəl 2də 1c 7a üstə gəl 3b minus 2də 1c. Bu da bizə verir deməli 7a çıx 3b Y bəndi olacaq. E bəndi. Baxıram 8-ci suala. 8-ci sualda belə parçalamaqla parçalaya bilmiriksə vuruqlara ayırmada. Baxaq 8x-i nəyə vursaq 8x kvadrat demək nəyə vuranda 8x kvadrat eləyir? 2x-i yazıram 4x-ə hələ ki.
Mənfi 2y kvadratı almaq üçün mənfi 2y-i y-ə vururam. Bayaq dediyimiz kimi bir dəfə çarpaz vururam. 2x y-ə vursam 2xy, mənfi 2y-i də 4x-ə vursam mənfi 8xy. Bunların cəmini yoxlayıram. Mənfi 6xy eləyir. Bu da bizə mənfi 15-i vermədi. Mənfi 15xy vermədi. Ona görə təzədən deməli burada səhv eləmişəm. Bir dəfə də baxıram ki, məsəl üçün x-i 8x-ə vuranda 8x kvadrat olur. Bir dəfə də mənfi 2y, y yazıram. Bu dəfə çarpaz vursam xy, üstə gəlinsin 8x-də mənfi 2y vuranda mənfi 16xy. Cəm verir bizə mənfi 15xy. Deməli, indi düz ayırırıq. Çünki burada da mənfi 15xy-dir. Ona görə vuruqları belə olacaq. Deməli, x minus 2y olduğu üçün baxın, işarə necədir, elə də yazırsınız. Burada da işarə müsbətdir deyə müsbətlə yazırsınız. Bu şəkildə, bu da elədir, E bəndi. Baxıram 15-ci suala. 36x kvadratı çıx y kvadratı 12x plus 1. Burada baxıram x kvadratı və x var. Bunları bir qruplaşdırsaq. 36x kvadratı üstə gəl 12x plus 1-i bir qruplaşdırım. Çıx y kvadratı qalsın. Bu da bizə verir. Tam kvadrat şəkildə yazsaq 6x plus 1-in bağlanmış kvadratı. Çıxılsın y-in kvadratı. Bunu da kvadratlar fərqinə görə yazsaq. Çıx y, bir də 6x plus 1 plus y. Aha, bu da bizə verir A bəndi.